mən bundan sizin bura gəlməyinizlə məni inandırım, mən halım olmur. Amma indi görürəm ki, elə bu neçə illərdir də gəlirsiniz, gedirsiniz. Elə onun hesabına da mən bilərəm ki, bu günləri mən yaşayıram. Çox sağ olun, çox razıyam sizdən, olduqca. Yaxşı dostsuz. Budur ki, sizin qiymətiniz həmişə qalacaq qiymətində. Başqa cürdə ola bilməz. Əlaqə saxladım. Oradan da gəlmədə gəlmə və belədir ki, göstərir, görüntünü burada hərəkana deyirlər. Orada da nə qədər aldığı vəziyyət və nə tərzdir. Bizim həmsərləri hamısı olduqca hələ ki, bunlar istəsinlərini çatıb etmək. 2 mart Azərbaycan tarixinə iki hadisə ilə mənə gəlir ki, yazılıbdır. Biri çox gözəl bir hadisə idi. BMT-yə üzv qəbul edilməsi ilə tarixə çöktü 2 mart. Biri də Elmarı itirdiyimiz bir gün kimi tarixə çöktü bu 2 mart. Və bu özü bir rəmzi bir hadisədir. Çünki bir tərəfdən müstəqilliyimizi qazanmağımıza sevinirik. Ancaq bir tərəfdən bu müstəqilliyin Azərbaycan xalqının gözlədiyi hər şeyi vermədiyini qeyd edirik. Torpaqlarımızı işğaldan azad edə bilməmişik. Ölkəmizdə haqq, ədalət qura bilməmişik. Azadlıq yarada bilməmişik və nəticədə azadlıq uğrunda Elmar kimi mübarizə aparan övladlarımızı itirmişik. Ona görə də bugün bizim üçün çox böyük bir gündür. Və bu günü mənə elə gəlir ki, xalqımız heç bir zaman yaddan çıxartmayacaq. Və mən əminəm ki, Elmarı qətlə yetirənlər nə xalqın cəzasından, nə də Allahın cəzasından qurtara bilməyəcəklər. Zaman gələcək, Allahın ədaləti qarşısında, Allahın cəzası qarşısında cavab verməli olacaqlar. Və bu qətlin üstünün açılması görünür Əliyevlər rejiminin ömrü qədərdir. Nə zaman ki Əliyevlər rejimi bitəcək, o zaman da bu qətlin üstünü açılacaq. Prezident İlham Əliyev mart ayında söz verib, vətəndaşların yanında söz verib, Azərbaycanın yanında söz verib ki, kim Elmarı qətlə getirib, onu tapacaqlar. 4 ildir keçib. Biz hamımız bura gəlirik. Ancaq Sabir bəy, siz birinci tələb eləməlisiniz. Birinci siz tələb eləməlisiniz. Jurnalistlər tələb eləməlidir. Görüş tələb eləməliyik. MNV ilə görüş və ətraflı məlumat. İstintaq nə yerdədir? 4 il keçib. Hansısa irəliş var, yoxsa sabah yenə də kimisə qətlə gətirəcəklər. Əgər prezident öz sözün üstündə 4 il ərzində dura bilmir və Elmarın öldürürlərini tapılmayıb, açıq desinlər ki, burada korrupsiya, kriminal rejimdir və ölən adamların qətlini açmaq onların iqtidarında deyil. Hamılıqla bu böyük ruhun qarşısında baş aşağıyıq. 4 ildir ki, baxın görək bu qətl kimə sərf edir? 4 ildən sonra gəlir bir də dəyərləndirək. Kimə sərf elədi? Azərbaycanda azad sözün ağzını yummaq istəyənlərə sərf elədi bu qətl. Azərbaycanda insanların, jurnalistlərin qəlbində senzor otuzdurmaq istəyənlərə sərf elədi bu qətl. Azərbaycanda azadlıqları daha da məhdudlaşdırmaq istəyənlərə sərf elədi bu qətl. Və məncə 4 il kifayət qədər böyük bir müddətdir ki, indi artıq hamı görsün ki, nə məqsədlə kimlər Elmarı aradan götürdülər və nələrə nail oldular, hansı nəticələrə nail oldular. Bu qətlin təkcə icraçıları yox, sifarişçiləri məsuliyyət daşısın. Acib bir çağırışımız olur hakimiyyətə. Yəni biz həmişə tələb edirik ki, onun qatilləri və bu işin sifarişçiləri tutulsunlar və məsuliyyətə cəlb olunsunlar. Yəni xalq məhkəməsinə cəlb olunsunlar. Mən istərdim ki, bu gün biz növbəti dəfə bu çağırışı səsləndirək və biz tələb edirik ki, yəni mən hesab edirəm ki, burada yığışanlar şərikdirlər ki, biz tələb edirik ki, Elmar Hüseynovun qətlə yetirilənlərin hamısı məsuliyyətə cəlb olunsun. Və bu gün mən qeyd eləmək istəyirəm ki, bu gün keçən ildən də daha çox adam toplaşıb bura. Keçən il az idi. Bizdə təsviflər yaranırdı keçən il ki, nə qədər az adam gəlib. Ancaq bu gün adam çoxdur burada. Bu da onun göstəricisidir ki,
Azərbaycanda siyasi qüvvələrdə, ictimaiyyətdə, mətbuatda, yəni hamı Elmar Hüseynovun qətlinin tapılmasında israrlıdırlar və bunu istəyirlər. Yeah, I remember. Yeah. I think there has been some misunderstanding because I have received the request. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah rahmet eylesin.